Bugün Bərdə şəhərindəyik. Bərdə şəhərinə gəlmişik. Şəhid evlərini ziyarət etməyə, şəhid evlərindən analarının, ataların yanına gəlmişik. Bugündən xoş ki, şəhidimiz, biz şəhid Asif Ərzami xatirəsinə evinə gəlmişik. Şəhidimizin anasının, atasının yanına gəldik. Gözəl bir ailəyə, gözəl şəhid ocağına, şəhid yuvasına gəldik. Özümüzə bir xoş məmnun bildik ki, gözəl bir ana ilə tanışdıq, gözəl bir atanı tanıdıq. Düz günorta da olsa da əziyyət verdik. Bugün Bərdə şəhərindəyik. Bərdə şəhidlərin ziyarətinə gəlmişik. Bugün qürurla bizim şəhidimiz, şəhid Asif qardaşımızın şəhidliyindən, gözəl şücaətindən eşitdik, danışdılar. Fəxrlə o ziyarətinə, onun huzuruna gəlməyə özümüzə bir boş verdik. Ananın, atanın yanına gəlməyə. Ana, Allah gözəl bala məkanın cənnət eləsin. Allah sizə səbr versin, ata. Allah sizlərə dəyməsin. Bugün özümüzə bir qürur, bir fəxrlə sizin övladınızı, sizi ziyarətə gəlmək bizim üçün böyük bir qürurdur. Mən həmişə deyirəm ki, biz şəhid evlərinə getdikcə, gedəndə də elə bilirəm ki, bir cihazkarların ən böyük üstünə getmişəm. Bugün sizin oğlunuzun şücaətindən, Zahir qardaş sağ olsun deyildi, danışdıq, eşitmişdik də, fəxrlə bu qapıya ürəklə gəldik ki, elə bir qardaşımızın, elə bir şəhidimizin evinə getmək bizim üçün böyük bir qürurdur. Allah sizlərə səbr versin, Allah sizlərə dəyməsin. Bugün Bərdə şəhərinin şəhidlərinin 72 şəhidim olub, 72 şəhidinin gücümüz çatan qədər rastına gedəcəyik də inşallah. Onlardan biri də bugün xoş halımızda ki, sizin kimi ananın, atanın huzuruna gəlmək, sizin kimi atanı tanımaq bugün bizə nəfsib oldu. Allah sizlərə dəyməsin, sizin balalarınıza rəhmət eləsin, bu şad olsun. Allah sizə var eləsin deyirəm. Çox təşəkkür edirəm. Şəhidi ziyarətindən hər bir şəxsinə xoş gəldin deyirəm. Asifin timsalında Allah bütün şəhidlərimin yerin cənnət eləsin, məqamını uca eləsin. Bunlar ölməyiblər, bunlar yaşayırlar. Bunlar vətən fədailəridir. Vətən üçün canlarından keçdilər. Canlarını bu xalqın azadlığı üçün qurban verdilər. Allah bütün şəhidlərimə rəhmət eləsin. Siz də çox sağ olun, əziyyət çəkir, gəlib bizi ziyarət eləmişsiniz. Bunun əziyyəti yoxdur, anam. Bizim üçün bir şərəfətdir, qürurdur. Mən kimi öz fikrimi, öz adıma deyirəm ki, mənim üçün böyük qürurdur. Valla, səmimi deyim, ürəklə, sevinə sizin qapınıza gəlmişim, gəldimdə. Allah sizlərə səbir versin deyirik. Allah atıya da səbir versin, Allah atıya da dəyməsin. Çox sağ olun. Bugün mən də təşəkkürümü bildirəm əziz qardaş. Sən mənə əzizsən. Bax, bir də gözəl Bərdəmizin şəhid ailələrini çalışdığın qədər imkan daxilində ziyarət edirsən. Buna görə də öz adımdan da təşəkkürümü bildirirəm ki, bax, bir də ailə üzvlərindən gəlib şəhidlərimizi yad edirsiniz, onların xatirələrini əbədiləşdirirsiniz. Var olun ki, günün günorta çağı, səhər tezindən bax, belə şəhid ailələrini ziyarət edirsiniz. Bunu unutmaq olmaz və bu cür tarix yazan oğullar, Asif kimi oğulları heç vaxt unutmamalıyıq və unutmamalıdırlar da. Mütəmadi olaraq ziyarət olunmalıdır bu şəhid ailələrinin ocaqları, evləri. Bunlara nə lazımdır? Sizə nə lazımdır Fuad qardaş? Yalnız və yalnız diqqət və qayğı. Cənab Prezidentimiz şəhid ailələrinin çox böyük diqqəti və qayğısı var. Amma biz vətəndaşların da şəhid analarımızın, şəhid atalarımızın, şəhid qardaşlarını ziyarət etməkdə bizlərin də borcudur və digər aidiyyəti qurumlarında. Bir daha sizə mən öz adımdan təşəkkürümü bildirirəm. Sağ ol, sən də haqqı ala ver, sən də böyük əziyyəti saldıq, sən də bizə qoşuldun, işirdən elədik. Allah sən kimi gözəl qardaşlarımızı, gözəl analarımıza, atalarımıza dəyməsin. 5 ilinə az qalıqdır. Sentyabrın 27-sində müharibə başladığından 5 ili tamam olacaqdır. 5 ildir Zahir Süleymanov heç bir təmənnası olmadan yağışa, qara, suyuğa baxmayıb, bütün şəhid analarımızın, şəhid ailələrinin yanında olub, bizlə bərabər hər bir əzab-əziyyətə qatlaşıb, biz ağlayanda ağlayıb, sevincimiz sevinci olub, kədərimiz kədər olubdur bu insanın. Buna da öz təşəkkürümü bildirirəm ki, hər vaxt bizim yanımızda olubdur. Sağ olsun. Sağ olun. Borcumuzdur.